Mən özüm yadımdadır. Mən universitetə gedərkən elektronika ilə maraqlanan uşaq idim. Yəni dərslərdən kənar robototexnika ilə də məşğul idim. Düzdür, biraz çətin idi. Yəni resurslar o qədər də çox deyil idi. Yəni belə marağı əslində reallaşdırmaq. Oradan-buradan indi bir şeylər düzəldirdim özüm üçün. Universitetə düşdüyüm zaman birinci kursda ilk laborator dərsim yadımdadır. Yəni hamının 1 saata çözdüyü məsələləri, eksperimenti mən oturub 3-4 saat üzərində başımı sındırırdım. Baxmayaraq ki, nəzəriyəni yəni yaxşı başa düşürdüm, mövzuları yaxşı başa düşürdüm, amma bu mühitə yəni öyrəşməmişdim. Mənə elə gəlir ki, bayaq mənim elə verdiyim analogiya, yəni süni intellektin, elmi tədqiqat, yəni bu analogiya əslində bir ipucu ola bilər bəlkə də. Bəlkə də biz artıq uşaqları ibtidai sinifdən, orta məktəbdən oturub elmi tədqiqat aparmayacaq. Onu bilirik, amma o düşüncəyə doğru yönəldə bilərik. Kiçik fizika dərslərində eksperimentlər ola bilər, məqalələrin asanlaşdırılmış versiyalarını oxumaq, onsuz da bunu süni intellektlə edə bilərik. Yəni mən yəni doktor səviyyəsində yazılan məqaləni süni intellektə verə bilərəm və elə bir sual verə bilərəm ki, bunu yəni 9-cu sinif orta məktəbi oxuyan bir şagird üçün onun dilində başa salsın.